Dövlət Turizm Agentliyi Sumqayıt şəhəri icra hakimiyyəti ilə birlikdə Novxanı və Corat ərazisindəki çimərliklərdə iməclik keçirib. İməclik çərçivəsində ərazi məişət tullantılardan təmizlənib. Geniş abadlıq işləri görülüb. Dövlət Turizm Agentliyi tərəfindən cari ildə Novxanı və Coratda hər birinin ərazisi 3 hektar olmaqla ümumilikdə 12 hektar sahəni əhatə edən 4 ictimai çimərlik yaradılıb. Bu ictimai çimərliklərdə istirahət üçün lazımi şərait yaradılıb. Belə ki, çimərliklərdə avtodayanacaqlardan, duş kabinələrdən, sanitar qovşaqlardan, uşaq əyləncə meydançalarından, futbol və voleybol meydanlarından yararlanmaq ödənişsizdir. Vətəndaşlar ictimai çimərliklərdə yalnız stol və jezlon kirayəsi, həmçinin digər xidmətlərə görə ödəniş edəcəklər. Bu barədə məlumatlandırıcı və istiqamət verici lövhələr ictimai çimərlik ərazisində müxtəlif yerlərdə quraşdırılıb. Bir valideyn olaraq mənim də övladımı gətirmişəm, bu çimərlikdə gəzirlər, idman edirlər. Gənclər üçün belə necə deyərək, çox gözəl bir şərait yaradılıb. Yəni bunun başqa bir şey sözlə ifadə eləmək olmur. Sevincimizin həddi-hüdudu yoxdur. Belə bir çimərliklərin təmiz, necə deyirlər, özünüz gördüyünüz kimi çoxalmağı Sumqayıt şəhərində insanların, əhalinin istirahəti üçün çox gözəl şəraitdir. Müəllimim və dostlarımla gəlmişəm. Bura çimərlik çox qəşəngdir, qumu çox yumuşaqdır və burada məşq etmək çox gözəldir. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün yaradılan bu ictimai çimərliklərdə səliqə sahmanın, təmizliyin, keyfiyyətli xidmətin davamlı olması daim nəzarətdə saxlanılacaq.